nətər yəni. Hello Yuşka, necəsiz? Bizim şirkətdə hal-hazırda dəhşətli bir dəyişikliklər baş verir. Bütün komandalar dəyişir. Nəsə aləm dəyib bir-birinə. Mənim də bir iş yoldaşım var. Cavan qızdır, hardasa 25-26 yaşı olur. Bu insan qərar verir ki, mən bütün bu dəyişikliklərə baxmayaraq 3 ay məzuniyyət götürürəm və gedirəm özüm üçün Tayvanda yoga öyrənməyə. Mən də deyirəm ki, indi sən gedirsən okey, amma sən qaydanda bilmirsən də işin necə olacaq, necə davam eləyəcək. Əslində məndən məsləhət istəməmişdi və bunu deməyim çox da düzgün deyil idi məncə. Nəysə, mənə qayıdıb deyəsən ki, yox, məncə bu əksinə bir göylərdən bir işarədir. Dedim, nətər yəni. Telefon belə baş verənlərə dözmədi. Mən böyük ehtimal elə bu yolla davam eləməliyəm. Nə olar. Mən yenə də gedirəm, mən arzularımın və xəyallarımın arxasınca getməliyəm. Özlüyümdə fikirləşdim ki, çox da düz deyirsən, buna niyə belə tupoy məsləhət verirsən ki, getmə, gözlə falan. Bu insan qərarını verib, uşaq deyil ki, 18-16 yaşı yoxdur ki, qərarını verib və səndən məsləhət də istəmədi, lap uşaq olsun. Səndən heç kim məsləhət istəmədi. Sən öz məsləhətini, ay seyir, bu söhbətə niyə soxursan? Özümü bir balaca danladım. Siz də əgər bir şeyə qərar vermişsinizsə, nəyisə sıfırdan başlamaq, dəyişmək istəyirsinizsə və ətrafınızdakılar, yox, bu yaxşı qərar deyilsən, cavansan, bilmərsən falan filan deyirlərsə, qulaq asmayın. Qərar sizindir. Yaxşı da, pis də nəticələri sizindir. Bir deyim var ki, həyatda etmədiyiniz şeylərdən daha çox peşman olursunuz, nəinki etdiyiniz. Sizə uğurlar.